Salam aleyküm mənim əzizlərim, əziz dəyərli izləyicilərimiz. Birincisi, təşəkkür eləmək istəyirəm Fərəhə və mənə görə narahat olanların hər birinə. Bütün sosial şəbəkələrə çox sağ olun. Səhərdən telefonum durmur. Yəni, şükürlər olsun. Yəni, Fərəhlə saxlanılmayıb nə bir şey. Sadəcə inzibati cəza tətbiq olundu. 500 manat civarında cərimə olundu. Və orada təhqir olmadığına görə, sövüş olmadığına görə, heç bir kəsi təhqir etmədiyinə görə, açıq-saçıqlıq bir şey olmadığına görə, sadəcə orada müəyyən kəslərə ünvanlanmış söz idi o və onu da müəyyən efirlər ictimailəşdirdiyinə görə inzibati cəza 500 manat cərimə olundu. Yəni, narahat olmayın. Sevinənlər, arzunuz ürəyinizdə qaldı. Heyf, sevinciniz çox az çəkdi. Allah razı olsun hər birinizdən. Öpürəm sizi.